Budapeşt, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin məkanı ola bilər. Macarıstan vasitəçi olmaq təklifini irəli sürür. Son dövrlər Bakı və İrəvan arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış etmək istəyən dövlətlərin sayı artır. Macarıstan, Azərbaycan, Ermənistan yekun sülh sazişinin imzalanması üçün vasitəçilik edə bilər. Bunu İrəvan Dialoqu forumunda Macarıstanın Xarici İşlər Naziri Peter Siatro deyib. Onun sözlərinə görə Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Avropa Birliyində sədrlik Macarıstandadır. Və Macarıstanın belə bir təşəbbüslə çıxış etmək üçün elə bil ki, müəyyən bir zərurət var. Əl-əfsus nəzərə alınsa ki, indi əvvəllər daha çox bu təşəbbüslərlə Avropa Birliyinin prezidenti Charles Michel, sonra indi Joseph Borrell, xarici məsələlər üzrə vitse-prezidenti. Ancaq bunların ikisinin də demək olar ki, səlahiyyət müddəti bitib. Son zamanlar Bakı ilə İrəvan arasında vasitəçilik etmək istəyən ölkələrin sayının artması diqqət çəkir. Münaqişə dövründə vasitəçilikdə o qədər də maraqlı olmayan tərəflər indi niyə fəallaşıb? Çünki işğal dövründə Minsk qrupu var idi və Minsk qrupu vasitəsilə görüşmələr davam edirdi. İşğal bitdikdən sonra Minsk qrupu məsələsi bitdi, artıq tarixə qovuşdu və indiki dövrdə Ermənistan-Azərbaycan arasında davam edən görüşmələrdə Minsk qrupu öz rolunu itiribdi. Ona görə alternativ ölkələr bu məsələdə təkliflərini irəli sürürlər. Düzdür, Azərbaycan iki tərəfli qaydada görüşmələri davam etdirməyə çalışır. Azərbaycan üçün üstünlük bundan ibarətdir. Amma bu tür platformlarda da görüşmək həm gərginliyin azalmasına xidmət edir. Ekspertlər deyir ki, Macarıstanın vasitəçilik təklifi əsasən Xarici İşlər Nazirləri səviyyəsində Budapeştdə görüşün təşkili ilə bağlı ola bilər. Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunda olan Macarıstan platforma rolunu oynaya bilər. Lakin Budapeştlə münasibətlərini yeni normallaşdıran İrəvan bu platformada o qədər də maraqlı olmaz. Çünki Budapeşt Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklayıb. Bütün bunlara baxmayaraq hazırda əsas diqqət 22-24 oktyabrda Kazanda keçiriləcək BRICS sammitində mümkün müzakirələrə yönəlib.